Yəni Allah Taala'nın şəriətini, dinini, peyğəmbərini, kitabını Allahdan olmasını qəlbində heç bir şəkkə yol vermədən təsdiqləmək. Zərrə qədər şəkk eləsən imanına xələl gələcək. Bunlar hamısı qəlbin ibadəti. Bəli, qəlbin ibadətidir. Və şək yoxdur ki, qəlbin ibadəti çoxdur. Qəlbin ibadəti qorxu. Ona görə Şeyx bin Baz rahimehullah buyurur ki, insan ola bilər zahirən muvahhiddir, təvhid əhlidir, lakin qəlbində Allahdan qeyrisindən qorxur. Qəlbində qorxur Allahdan qeyrisindən. Qəlbində gizlində Allahdan qeyrisindən qorxu var. Və deyir ki, bu zahir eləməsə də insanlara, lakin Allah təala bilir ki, Allahdan qeyrisindən qorxur. Ona görə bəli, Şeyx rahimehullah buyurur ki, bu insan üçün ən təhlükəli şirkdir. O qorxu ki, qəlbdə Allahdan qeyrisinə var. Və həmçinin təvəkkül qəlbin əməllərindəndir. Təvəkkül qəlbin əməllərindəndir. Və başqa ibadətlər hansı ki, Məhəbbət özü olsun. sevgi, məhəbbət, həmçinin raca, qorxu, xavf, qorxu, raca, ümid eləmək Allah Taala'nın rəhmətinə. Yəni deməli, Mənsur qardaş, yəni ibadət deyildikdə bu namaz qəsdi olmur. Bizdə məsələn çox müsəlmanlar elə bilir ki, deyəndə ki, ibadət deyirəm, mən namaz qılıram. Amma ibadətin görünə qədər Xeyr, ibadət, necə alimlər buyurur ki, ibadət Allahın sevdiyi və razı qaldığı, zahirdə və batində olan söz və əməllərin cəmidir. İbadət Allahın sevdiyi və razı qaldığı, zahirdə və batində olan sözlərin və əməllərin cəmi ibadətdir. Və bu elə bir tərifdir ki, bu tərifdən nə çölə çıxmaq olar, nə bu tərifdən, nə bu tərifin küfrünün içinə girmək olar. Yəni bunun əks tərifi nədir? Küfür, asilik, Allahın sevmədiyi və razı qalmadığı, zahirdə və batində söz və əməllərin cəmidir. İbadət Allahın sevdiyi və razı qaldığı, zahirdə və batində olan sözlərin və əməllərin cəmidir.